Deməli bir məsələni deyim. Bu elektromobillərlə plug-in hibrid maşınları arasında bir balaca o şarjla bağlı müəyyən bir rəqəm fərqi var, kilovat fərqi var, şarj olunma saatı fərqi var. Bunların hamısına aydınlıq gətirmək üçün deməli nə etmək lazımdır? Sırf elektromobil olan, tam elektrik olan maşınların şarj olunması təbii ki 16 amperlə vaxt olaraq çox vaxt aparır o zaryadkada qalması. Amma ev şəraitində ən az 17 kilovatla 32 amper 7 kilovat qoşsaz, yəni müəyyən bir vaxtda yığa bilər. Elektromobillərin üstünlüyü də odur ki, tam elektrik maşınlarının onlar yəni yığdığı şarja görə çox məsafə qət edirlər. Məsələn, plug-in hibrid maşınları 100-120 kilometr gedirsə, indi Canqan Unize GS-lərdən danışıram. 207-lər 200 kilometr gedirsə, bu birisi 400-450 kilometr verir ki, hansı ki onun bir gündə işlətdiyini bu 2 günə getmək olar. Bu baxımdan yəni şarj adapterları ən vacib, ən önəmli belə deyim də hissəsidir elektromobillərin.